İnsan nə səbəbə görə qeybət edir? Səbəblərini zikr ediblər. Bir çox səbəbləri var. Məsələn, Şeyxülislam İbn Teymiyyə Rahimehullah bir çox səbəblərini zikr edir. Deyir ki, səbəblərindən biri həsəddir. Əl-həsəd, paxıllıq, bizim bildiyimiz həsəd. Qardaş, Allah Teala ona nemətlər verib, böyük nemətlər verib. Mən o qardaşa paxıllıq edirəm deyə, harada oturdum qeybətini eləyirəm. Deməli, həsəd nədir? Səbəbdir ki, sən qardaşın qeybətini edəsən. Sonra bir məsələ var səbəblərdən. İbn Teymiyyə Rahimehullah bunu fətavasında deyir, səhv eləmirəmsə. Deyir ki, qeybətin səbəblərindən biri də məclisə xatir qeybət etməkdir. Keçən dəfə danışırdıq deyəsən. Məclisə xatir qeybət etmək nə deməkdir? Oturmuşuq qardaşlarla hamımız, düzdür? Biri filan kəsin arxasınca danışır, qeybətini edir. Mən düşmüşəm axara. Bilə-bilə ki, o danışılan qardaşda o şey yoxdur, o ondan uzaqdır. Mən məclisə xatir, orada oturan insanlara xatir, qoşuluram onlara, mən də onun qeybətini eləyirəm. Halbuki inkar etməliyəm. Qardaş, sən filan kəsin haqqında danışırsan, o şeylər yoxdur onda, danışmayın, olmaz, qeybətdir bu. Bu olmalıdır, yox. Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Sizdən biriniz münkər bir iş gördükdə, qoy onu inkar etsin. Dili ilə, bacarmasa, əli ilə, sonra qəlbi ilə, düzdür. Sən inkar etməlisən. Sən indi orada inkar etmirsən o məclisdə. Niyə inkar etmirsən? Camaat sənə gözündən düşərsən, camaat məclisdən qovar səni, deyər, sən nə böyük sayırsan özünüzü. Sən özü bizdən ağıllı sayırsan falan. Bu kimi şeylər gəlir deyə sən inkar etmirsən, qorxursan ondan. Qovularsan. Bir də səni öz məclislərinə çağırmazlar. Nəticədə nə olur? Düşürsən axara, onlar qeybət edir, sən də filan qardaşın arxasınca danışırsan, bilə-bilə ki, o qardaşda o yoxdur. Bu ən böyük səbəblərdəndir. Qeybətə ən böyük səbəblərdəndir. Həmçinin səbəblərindən kimisə özündən yuxarı bilmək. Kimisə özündən kibir. Mən səni özümdən yuxarı sayıram, özümdən ağıllı sayıram, özümdən böyük sayıram. Nəticədə böyük saydığım üçün qardaşımın qeybətini eləyirəm. O kimdir ki? O belə. Başlayıram arxasınca danışmağa. Ona görə qeybətdən çəkinmək üçün bəs edər ki, böyük günahdır. Vallahi. Bəs edər ki, böyük günahların sırasındadır. Kiçik günahlar kəffarə olmur. Bəs edər bu. Sən çəkinəsən. Bəs edər ki, Allah Teala misal çəkib ki, ölmüş qardaşın ətini yeməkdir.